Biri boşa dəvət elədilər Türkiyəyə. Gəl burada da. Burada öz fəaliyyətimi burada elədi ha, məsəl üçün. Bərbərim kimdir? Özüm. Özüm öz saçımı qaydasına sallam qadınım. Məndə bərbərə veriləcək pul var, yoxdur. Bunu getmək olar əslində, amma prost fili çıxıram da mən. Nə ki qaqa? Bərbərim olmaq istəyirsən? Bərbərim olmaz. Bərbərim Babək. Babək Xeyrabadi. Vursaq, atını vursaq, qabağı açılır. Vuraq onu. Albert Einstein gəldi var dostlar. Albert Einsteinimiz də gəldi. Kimimiz var ki deyir bizim Moskvada. Burada böyük qala qurmaq istəmirəm. Qala qurmaq biraz risklidir orada. İstəyirəm belə gəlim. Filə hücum eləsə. Qoy görəm, filə bunu filin ortadan götürək. Qoy görə sonra nağara birlikdən görə. Bu atı gələ bilər bura. Ayarladı ki bu. Bu ayarlı oldu da. Allah film qaçmaq. Film bax. Deyən, bunu vuracağım, sonra bənə belə gəlirəm. Tələsmə. Qoy o filin o başını bax qaçsın o fillə, tələsmə. Fili orada tutardın da, vurardın. Açacaq da oraları. Sənin qala qurman var da, nədən qurursun? Qala qurman var, qala qurman var. Prosta deyən, bunu versək, atla vurdu. Bundan vursaq, şahla vurdu. Ya, şah da. B5 gedir. B5 gedəcəm elə. B5 prost soldan çox açılır o. Nəyin yedi işte? Ta heç nə də. Onsuz da onda da açılıb, məndə də açılıb. Açılıb da. Sən düz deyirsən, filini bağlayardıq. Filini bağlasaydıq qalırdı orada. Prost nə edirdi orada? Fili heç nə eləyənmirdi. Bir dənə gəlirdi belə, onda da qala qurub fili götürürdü. Yəqin ki, atı belə oynayıb çıxardacaqdı vəziyyətdən. Belə oynayacaqdı da, bildin nətər? Gəlirdi fili belə, mən qala qururdum. O fili gəlirdi, atı bu gəlirdi bura. Çünki sonradan bunu vursun, çıxsın da vəziyyətdən. Öyle elə oynayacaqdı. Elə bir epizod. Qalamızı quraq. İndicə qalamızı quraq da, düzdürmü? İndi mən şah da verə bilmirəm də, düzdürmü? Çünki atı var orada. Atı çox mani alır. Atı mani alır. İndi nə eləmək lazımdır? Əgər bunu götürsə, bununla götürür. Ayda, səhv oynadı elə bilən. Bir dənə şah. Bir dənə şah. Bir dənə də şah. Bir dənə də şah. Qorxma. Bir dənə də şah. Sonra deyən, sonra vəziyyət yaxşı olur orada. Aynə gəlir ki. Qaçmalıdır da, bu mat olur yoxsa. Tərəfə qaçmalıdır da yəni. Deyən indi, bir dənə altdan da şah filini də götürək. Bəlkə dəqiq tələsmə, bəlkə piyadanı vurasan, atı vursa şah verir. Topu götürək. Topu götürəsən. Əslində olar olmalı. Olar əslində olmalı. Bunu vursa, əslində pis fikir deyil, top götürürük də, düzdürmü? Əslində pis fikir deyil, top götürürük. Qavanı qoymaqda heç nəyə yox. Mat olur, yox, mat olmur. Mat olmur. Piyadanı vursa, belə vursa, belə vururuq, bir dənə qabağa geçsək mat olmur ki.
piyadanın qabağa getsə, yoxsa atı gəlir də bura, qoyacaq ora atını imkan Yox, verməyəcək. atı vursa sən gərək vəzirlə şah verəsən. Hə, bax görsən o gediş elədi. İndi mat olmadı ki, bu atı qoydu, mat oldu da bu. Atı qoymalıdır qavanıza, yenə fiqur gedir. Hə də, səhv elədi. Səhv elədi. Əcəladı ki, əcəla, tələsmə. Səhv elədi. Olur da, belə haqq hesablar olur. İndi atı vursa yenə şah mat oldu indi. İndi mat oldu. Özü elədi. Biz heç nə eləmədik. Özü nə elədi, özü elədi. Əslində atı vurub sonra onu oynamaq fikri var idi, amma o gedişi yəqin görmədi. Muhammed. Bəli. Çox rahat, çox professional. Salam Çekmet Baku. Ha? Vay Elçinyo da bunun adı. Vay bu kimdir? Vay odaşım da bir. Necəsiz? Rafael nə var, nə yox? Vay bu mənim odaşımdır da Elçino da bu. Ha? Elçino 2011. 2011 təzə vüpskalardandır. Çekmet Baku şey deyil, Natoman xanım deyil mi? Adını dəyişib deyəsən. Ha? Müşfiqin ağarsan. Bu Elçinyo da qaqa bu mən vay atı verdi. Elçinyo bandı ya, təntidir bu. Adını gördü, təntidir. Ha? Adını gördü. Təntidir. Atın gördü tən. Hə, necəsiz? Yaxşılıqdır, hər şey yaxşıdır. Şeydə nədir o? Open'də varsınız, Open'də. Bakı Open başlayıbdı, atını da götürək də bir yolluqda. Verifdi. Götürək də, bunu da götürək. İndi gəldik. İndi bu piyadanı götürmək istəyirəm. Bir dənə o atı çıxaq. Piyada. Bunu bərkidək deyirsən, bunu bərkidək. Olar, nə olmur ki? Hər şey, bu dəqiqə hər şey nə eləsə uduşdu. Bu dəqiqə nə eləsə uduşdu. Bir dənə gələk bunu bura. Topu gələ bilər o yuxarı. Ondan ehtiyat eləyirəm. Ona görə gəlin bunu qoyaq bura. İndi topu gəlsə əgər salon gələcəkdir. Onu bilirdim ki, gələcəkdir. Piyadanın nəticədir. O qurban vermək istəyə bilər. Ona görə indi soldan biz atı verdi. Hə, bunu gələcəklər. Gəlsin də, gələndə nə olur ki? Məsəl üçün belə oynasaq nə olur? Olur. Belə oynasaq topu qoya bilər bura. Topu bura qoya bilər. Hə, amma ona da yenə də heç nə olmur. Topu qoy sonra heç nə olmur. Qurban nətərsiz? Yaxşısan qadınım. Müşfiq salam qadınım. Nə var, nə yox? Məsələ misal üçün də. Məsələ indi gəl bunu vuraq maksimum. Yox, onu vurma. Onu vursam bilsən nə edir? Hə, onu bilsən nə etmək istəyir bu? Bu böyük qala quracaq qaqa. Ona görə biz atımızı çıxaq piyadanın qabağı eləyək, bunu mərkəz xətdən açaq. İndi bu bunun qabağı eləyib bunu vurmaq istəyə bilər. Bilsən nəyə görə? Çünki bağlamadadır ona görə. Hə, indi ona görə də digər atımızı gələk də. Necə şeylə hücuma getmirik ki biz. Yaxşı. Amma yox. Belə də eləmək olar. Elə yox. Mən şahın amma belə də oynalar. Belə də eləmək. Amma şahın üstünə gəlmək daha məncə yaxşıdır, məsləhətlidir. Amma prosta bu piyadanın qabağa getsə nə olacaq? Orada biraz əmmalı məsələlər olacaq. Vura bilərsən, problem yoxdur. O biri atı gələrsən, o heç nə, o piyadaya əl vurma, gəlsin də, heç nə olmur. Qobun belə oynaya. Amma at da gələ bilərsən. At oynaya, rahat o deyil, at oynama, at bağlasın qaqa orada, at bağla. Hə, indi məsələ nə yerdədir? Sadəcə olaraq və sadəcə bunu şaqqaladıq getdi. İndi bu qabağını açdı da fili, burada səhv elədik. İndi filinə hücum etmək, atı qoysaq belə, amma yox, orada uduzuruq, deyin görəyə. Anı bassan da aç oralar. Səhv oynadım axı bunu mən. Təsəvvürlə indi bunu götürsə, abraq açdın onu, sən biraz şey elədin. Onu səhv oynadım. İndi dəyin gör nə ilə götürəcəyəm. Piyada ilə götürsə, filinə bir dənə hücum eləyək. Filinə hücum eləsək hara gələcək? Dəyin gör bu.
Belə hücum eləsək nə ilə vurur? Fillə vursa atla piyadanı vurarsan, vursa filin götürərsən. Hə. Orada taktika var. Bax belə vursa, fillə vuracaq o. Yəqin ki, fillə vuracaq. Fillə vursa atla piyadanı vurursan, vəzirə hücum edirsən. Piyada ilə vurursan. Yəqin ki, fillə vurmayacaq, piyada ilə vuracaq. Fillə vursa, bunu vurursan, vəzirə hücum eləyirsən, düzdürmü? Vəzirə hücum eləyirsən, amma bu bunu vura bilər, amma o vurmağı pisdir, çünki mən buradan vurub buradan girəcəm. Yox, sən şah verirsən, vəziri götürürsən. Şah verirsən. İndi bunu vursam, mən bunu vursam, vəziyyəti aha bir dənə də belə bir şah. Şahmat 5000 beğeni yaptı. Əla. Bunu götür. Düzdürmü? Götür. İndi dayan. İndi burada dayanmaq Hücum elə, topla vəzirə hücum elə, fil ora baxır. Topla vəzirə hücum. Topla vəzirə hücum eləmək deyəndə bilsən nədir? Bu bunu vuracaq, mən bunu vuracağam. Hazırca atımızı bura qoyaq, sonra atı bura qoyaq, sonra hücum eləyək də. Yaxşı qoy, ürəyinə. Çünki o heç nə eləyə bilmir axı orada. Ora yox da, o aşağı qoy. Bilsən nədir? Bu bunu vurub topumuza da hücum eləyəcək. Bildim də, heç olmasa qoy D2, D4-ə qoy. Yuxarı biraz vur, şahı verir. Yox, filin qabağını bağlayırıq da onda da. Bildim də, o sən nətər eləmək istəyir? O fili qoymaq istəyir şahın yanına, sonra vəzirlə mat eləmək istəyir. Bildin necə? Bildim hə, Fili belə qoyacaq H1, aşağı, H1, H2 eləmək istəyir. Onu ay, bilirəm hə. Amma biz belə oynasaq belə oynaya bilirik də. Həmçinin belə də oynaya bilərik də. Elə oynaya bilərsən. Elə oynasan yenə girəcəkdi ora. Sən fiqur. Məsələn belə oynasaq, sonra belə də oynaya bilirik də. Sonra fil topuna da hücum eləmək olur burdan. Topuna da hücum eləmək olur. Ona gedim ki, topla vəzirə hücum elə, qaçır da onu. İndi bu buradan yarmaq istəyir. Ya bunun topuna hücum eləyək. Topuna hücum eləsək, topuna hücum eləsək hara gedir? Maraqlıdır. Topuna hücum eləsək hara gedir? Fili qoysa ora, fili qoysa piyadanı basırsan, heç problem yoxdur. Hə. İndi maraqlıdır ki, odur ki, mən H-la götürməliyəm həmin piyadanı. Çünki F piyadan mənim müdafiə piyadamdır, düzdürmü? Piyadanı vursa bəs, piyadanı vursa. Bilirsən, vəzirim də mənim bu dəqiqə pis yerdədir, bildin Sən alasan, topun qabağını açmaq lazım. Topun qabağını açmaq? Piyada ilə indi vursa da piyadanı. Bircə dəqiqə bir şey var ya, o fikirləşirəm. Bu topu görək hara oynayacaq, bircə dəqiqə gözləyək. Piyadanı vura bilər. Deyər ki, birdən sən topu vurarsan, ona fikir verməzsən. Sonra vurub açıb şah verəcək. Elə bilirəm. Açıb şah versə artıq vəziyyət pisləşir. Açıq versə vəziyyət. Əslində çünki. Amma hə də qarışır aləm ora. Yəni burada mən bilsən nə fikirləşirəm? Belə oynamaq olar əslində. Onu fikirləşirəm bəli. Bax bunu vururam. Buradan gəlir götürür. Mən bunu götürürəm, sonra buradan belə vəzirə şah verirəm. Artıq şah oradan açılır da vəziyyəti, düzdürmü? O birisi topunu da götürür. İndi görə onu vura bilmirsən, onu vursan fili girəcək orada. Fili girəcək, vəzirə hücum eləyəcək topuna. Topunu vurursan, o da oradan sonra mat. Yox, belə oynayıram, topu vurub şah verib vəzirini götürürəm də. Yox, bax. Hə, bildin nədir? Hə. Bax bunu vururam, vəzirlə götürür. Belə oynayıram ki, fil bura baxıraq. Fil yuxarıda B8-ə baxıraq. Oradan şah versəm artıq şah bəri gələcək də, yaxınlaşacaq hücuma. Oradan məsəl üçün arxadan topunu da götürmək olur. Görək nə oynayır bu hələ ki, tələsməyək görək nə oynayacaq. İndi bu bizə nə oynaya bilər? F6 oynaya bilər ki, sonradan piyadanın qabağı eləyib filə hücum eləsin. Görək indi o gedişləri eləyəcəkmi bu? Yaman çox fikirləşdi. Nə qədər vaxtı qaldı? İndi bilsən nə fikirləşir? Bu topu çəkinmi, yoxsa piyadanı qabağa vermi? Onu fikirləşir. O piyadanı vurmağı fikirləşir. Mən 100% sənə deyirəm ki, o piyadanı vurmağı fikirləşir. Onu sayır. J3-dəki piyadanı.
Baxaq da yenə də baxaq görək nə oynayacaq. Pul toplayaq, bəli, Murad, pul toplayacağıq qadın. 600 manat video kartın pulunu zorla yığırıq. O da qala pul toplayıb mən gəlib Bakıda kafe açacağam. Qurban sağ ol qadınım, sağ ol. Sağ ol. Kafe açmaq İnşallah üçün də bir gələcəkdə 100 min pul lazımdır. 600 manatı yığıb gedib bir video kart ala bilmirik qaqa. Sən deyirsən pul toplayacaq kafe aç. Allahına qurban ol. Yenə sağ olsunlar göndərənlər göndərib. Sağ ol qurban, çox sağ ol. Video kart mən nətər başa salım. Video kart da belə bir sistemdir də qanım. 4 dəqiqə 53. Gördü o gedişi görsənmi? Gördü. İndi də Bəlkə topu qoyasan bir dənə yeyə, orada şahın da yeri olsun sonra qaçmağa. Birdən də. yo top yeyə qoysam, Yoxsa yaxşı necə oynayaq başqa oynayaq. o bildi onu hardan bildi ki mən o gediş eləmək istəyirəm ha? Ha? Yaxşı vəzir biraz yaxınlaşdıraq da özürə. Vəzir biraz yaxınlaşdıraq. Onda qoy heç olmasa şeyə də H5-ə qoy vəziri ki, o piyadaya hücum elə, həm də vurdu. Birdən vəzirin zadını qaçırsa. Bizə hələ vura bilmirsən, amma ora yaxın olsun. Hələ ki vura bilmirəm hə. O yəqin ki Bu bilsin vura bilsin. 4 eləyəcək. Belə var da, heç elə topun qabağını açsa sən. Topun qabağını açaq, Qabağını. topun qabağını açaq. Topun qabağını açdıq. Yusuf Yəqin ki takip gələcək etdi. filini bura. O görmədi. Bu deyən görməyək. Piyadanı vursaq nə olur ki? Piyadanı vursaq vurdu. Topla vurur. Nə var ki orada? Ən azından o piyadanın birini götürək də. Götürək də, Şey götürməliyik ya. Onu götürək, amma prosta sorası var ki, sonra nə edək də? Maraqlı sorudadır ki, indi bu atı bağlamaya sala bilər. Bir dənə o atımız biraz pis yerdədir bizim ya. Atla Vilka da yoxdur ya. Vilka olsaydı topla şah verərdik, vəzirlə vursaydı orada Vilka da yoxdur. Fil belə gəlsək, Ya fil yaxşı yerdədir səndə, əl vurma filə. Fil qəşəng yerdə, ora baxır. yaxşı belə oynayaq da, belə oynayaq görək. Ha, Bəlkə burdan nəsə hə, eləyə elə də olar. Olar, elə də olar. Belə oynayaq görək, bəlkə burdan nəsə Elə eləyə. olar. Vəzir hərəkət elətdirsə o oynayaq da. Allah. Vəzir məsələn Atla azdırma. sonra topa da hücum eləmək olar. Şah versə belə vəzirlə götürsə burdan matda ölür ki. Gəl onu eləyək də. matdır. Elə matdır. O bir dənə da, belə elə bir şah. fikirləşdim. Elə matdır. Vurmasa da matdır. Deyəm, bir dənə belə bir şah Sonra mat aysa oldu. oradan şah mat. Allah. Brilliantовый gediş, brilliantовый yayındırma taktikası. Yayındırma açıp buna yayındırma taktikası deyirlər qaqa. Adaşımıddım adaşımız. Birdən risk gəldi də elə bir təbii gəldi bənim. Birdən risk O gəldi ki, yaxşı o gediş. fikirləşdin. O topu ora şey eləmə. Vursaydı mat idi də, vurmasa yoxsa yenə mat oldu. Ha, yenə mat. Risk. Bizdə bir şey yoxdur. Bizdə bir şey yoxdur. Nə elədi öz elə. Nə bilim, birdən gəlir də qaqa, bədahətən bir də görsən gəlir. Bədahətən bir də görsən gəlir gələndə. Bədahətən bir də görsən gəlir gəlməyinə olur, belə şeylər olur. İtalyan bir dənə adaşım var idi, onu da utdum getdi.
Gecə qrupuna yazılsan. Gecə qrupuna yazılsan nə var? Şahmat 5000 beğeni yaptı. Norveç'ten de var da dostum. Ne var? Norveç'ten de var. Ben Norveç'ten var. Büyük Britanya'dan var. Yani İngiltere'den de. Ben. Gəlirəm indi liçes oynamağa səninlə. Bəli, mən də oynayacağam. Mən də oynayacağam qaqa. Elə startdayam ki, səninlə oynayım qaqa. Startdayam ki, səninlə oynayım. Bu dəqiqə hazırdır. Bu dəqiqə səninlə oynamağa hazırlaşıram elə mən də. Gəl hazırlaş. Prost qaça-qaça getmə, təngi nəfəs olasın. Sonra deyəsən yoruldum, oynayamadım. Bilmem belə oynayım. Yox da belə də oynama olur. Artıq heç buralara soxulma bilməsin. Burası filin qavarını kör qoyuram da orada mən, düzdürmü? Qoy atı gələndə oynayaram da onu. Olar, elə də olar. Qoy atı bu hələ ki boş gediş kimi oynadım da onu. Aha, indi bu yaxşı oldu. Antik oldu bu. Yani böyle bir şey var. Neyse bu bir dənə geriyə. Atı qoyub bura eşsən. Atı ora qoyub istəyirəm fillə. Onsuz da mən bunu bura belə qoysaq nə olur? İndi buna hücum eləmişəm də. Götürsə dadank bunu götürürük. Sonra bu yaxşı oldu ki, qabağa gəlməyə sölə düş ki, atı bura qoyub təzədən yenə qoyacağam da bu. İndi bunu vurub təzədən atı yenə gələcəm bura. Onu sıxışdıracağam atına. Atını onu sıxışdıracağım. İndi bunu vuracaq, bunu vuracağım. Bunu vuracaq, vuracaq. Bəli. Sən öyle yaman gəlir bu. Allah axırını xeyir eləsin. Bunu vurduq. Amma mən onu atını aktivləşdirirəm da, eləmi? Bunun boşluğu var hardasa. Ha, boşluğunu gördüm. Gördüm boşluğunu. Gördüm sənin boşluğunu Ceyran. Gördüm sənin boşluğunu. Gözəl şəkildə. Tələsmə deyəcəm. Tələsmə. At mərkəzdə gözəl şəkildə. Fil də gözəl yerdədir. Bir dənə biz ağ filmimizdə bir dənə normal yerə çıxarda bilsəydik. Topa hücum edərlər. Hardan hücum edəcək topa? Filmlə. Yəni biz bu filin qabağını açaq. Filin qabağını açaq. Piyadana basacaq, atığa hücum edəcək. Ara qoyacaqsan, piyadana basacaq. Bassın da. Hə, belə deyirsən, basa. Hə, o mərkəzdəki mi basacaq deyirsən? Sən elə şahı çəksə olar. Ki sonra topu gəlin, topu belə. Olar əslində. İndi hələ olar. İndi yəqin ki fili bura oynayacaq. Fili oynamağı gözəldir. Fili oynamağı indi mən gəldim bura qadınım. İndi nağdı bunu vura bilirəm bu dəqiqə. Hal-hazırda bunu vura bilirəm. Hal-hazırda hələ atı da qurban vermir. Aha, bu topla vuraq. Topla vura, topla vura. Gözəl şəkildə. Tələsmə. Bu dəqiqə qurban gəlir. Hansı piyadan? Hansı piyadan vursa, qara fillə o topunu bağlayarsan orada. Yox, bu qara topla piyadanı vurmaq deyəndə mən bu dəqiqə bunu vurub şah vermək istəyirəm. Şah versən fili qoyacaq qabağına. Əvvəlcə deyirəm bu atı oynayım da. Atın yaxşıdır. Atı oynayım ki, atı oynayım. Nəyə görə? Bir dənə belə. Atı oynamada şah verəcək axı, fikir vəziri götürəcək. Ona görə fili qoy topun qabağına, o topun bağla orada. Sonra vəzirlə hücum eləyərsən o topuna.
O topun verməlidir, mən belə başa düşürəm. Bəli, topu filə verəcək. Topu filə verəcək. Fili versə mən o mərkəzdəkinə fiqur verə bilirəm yoxsa yox onu fikirləşirəm. Top getdi də belə baxıram ha. Vəziri buradan çıxar. Ağ fili qaçırsaydı. Haydi dən görəyə. Bu topuna hücum eləsək nə olur? Vəzirlə topuna hücum elə, həm də ki qoy topun altına vəziri, öz topunun altına. Sol axıra. Bir dənə belə qoysaq nə olur? Onsuz da bağlamada deyil, vura bilmir onsuz. Vura bilmir. Onsuz da vura bilmir. Onsuz da biz bu dəqiqə bunu vurub şah veririk də, düzdürmü? Şah veririk, bundan topu nəyisə hansısa bir fiquru vurmalıdır topla. Tası bunu vursa biz piyada ilə vuraq. Çünki belə bir şey də var bizdə. Piyada ilə, əlbəttə piyada ilə vursan, sonra piyada vuraq. Vuram da indi. Piyada ilə vurduq. Vur piyada ilə. Piyada ilə vurduq, sonra bunu vura bilərik piyada ilə. Topla vuraq bəlkə. Yoxsa yox. Bunu vursaq atla qaytarır. Atımızı gələk belə, atımızı belə gələk. Çünki biz filimizin qabağını açmalıyıq. H3-dəki piyada boşdadır hal-hazırda. Yox, sən indi fili vura bilərsən topla, tələsmə. Heç, fil qalıbdı yerinə, fil ucu çıxa bilmir. İndi o da şahını oynamalıdır da, belə baxıram. Ən yaxşı gediş bu şahını oynamaq. Başqa düzgün gedişi var mı? Deyəm, bunu verdi. Evet, sən fili verdi, vur. Xeyir olsun. İndi ikinci filə də hücum elədik də, gözəl şəkildə. Tələsmə. Verəcək, hamısını verəcək. Hamısı bizim olacaq. Dostlar, hamısı bizim olacaq. Hepsi benim olacaq. Filin də çəkməlidir də geri. Düzdürmü? İndi çaşıb orada atı oynasa, hadi fili çəkməlidir. İndi bunu vuracaq biz. Bir dənə Qulaq asın. İndi deyən. Bir dənə də belə, bir dənə də yox. Bunu vuraq. Piyada ilə var ha. Bunu vuraq, sonra bunu gələk qaqa eşsən, bunu gəlirsən, filə hücum eləyirsən. Fili vurandan sonra at boşda qalır da, düzdürmü? Həm də bizim filimizin də. Belə oynaya bilərlər. Dəndən iki tərəfli şah. Gəl Bizi dəqiqə atı gəldik bura. Deməli topu qurban verib vəzir ala bilirik. Bizi dəqiqə baxaq ona. Bunu vursaq, bundan vursa, atla şah, atla götürür, təzədən bir də atla şah vəzir düşür. Görə indi o gedişi geriyə biləcəkmi? Fillə də vura bilərsən. Yəni verdi də şah. Heç nə verdim. Şah. Vurmalıdır. Ayrı variant yoxdur. Dedim də öz Rizani ürəyi partladı. Ürəyi partladı. Bunlar nə belə eləyir ki, bəni qoymurlar oyun oynamağı qanım. Ha? Maraqlı oyun oldu ya. Maraqlı taktika ilə oldu. Rəvan, GC seansına yazıla bilərsən. Rəvan. GC seanslarına yazıla bilərsən. Video kart hansıdır? Nə bilim, 40 60. Amil nə var, nə yox? Amil mə akvarium şey eləmək istəyir. Prosto akvarium bilmirəm nə tərcəhçidir. Gərək xüsusi olaraq balıqlar da olur. Figurlar oxşayacaq. Balıqlar. Bilmirəm amma. Balıqlar yəqin xüsusi. Deyəm, bunu vursaq bundan vurdu. Belə hücum elədik. Ya. Belə vuracaq bu da. Bir dənə Alien Gambit şey gedək buna. Gambit. Belə. Felix Sudin takip etti. Deyəm, qala qurmağını istəmirəm. Vuracaq. Piyada verirsən. İstəmirəm, qala qursun bu. O atını çəkə bilsəydi oradan qəşəng olardı. Vurmadı. Vurmadı. Vurmadı.
C3 get. C3 get, sonra basarsan mərkəzdəki piyadaya. Bunu vuranmadıq da, geçdik. Amma heç nə olmaz. Onu Heç nə olmaz. bu maşın deyir vur qaqa. Və qorudu. Ya, orada heç nə. Göf atı bağlamaya sala fil hazır olsun o tərəfə. Tələsmə. Bir dənə də görək nə oynayacaq. Piyadan qabağa gəlsə, məncə burada atı qurban vermək lazımdır. Niyə buradan gəllikdə nə qaqa bir dəqiqə gözlə deyəcəm. Amma orada fil də gələ bilirlər o. Orada o açırsan hər yeri. Hə, düz deyirsən. Şahımın qavağını açıram, eləmi? Qaç. Şahımın qavağını açıram. Amma belə vurub bura da hücum eləyə bilirdik. Amma nə isə. Onu birinci fiqurları hazırda sonra vurarsan. İndi nə edəcəm? Bunu gəldik belə, bunu gəldik. Yoxsa vuraq sonra gələk ya, tepinən oynayaq yoxsa. Ya. Gəldik bunu bura görək nə qarayacaq. Bunu qağa verəcək. Qala qoyacaq. Qala harda qalıb? Qalamı qalıb. Qalası mı qalıb? Qala yox da. Niyə yoxdur? Qala qurdu ya bu arsız. Deyən görüm ya, bunu bayaq vurardıq gələkləri. Yox, gərək onu vurardıq bayaqlar. Ay sağ ol, dəncürəyə. Gəldik, yaxşı bu qoyduq bura, topa hücum elə. Oydu, fil düşdü. Vur piyadanın topun qabağındakı. Dedim bayaqlar onu vuraq da, tuşopaq belki etməsin. Dedim bayaq onu vuraq, tuşopaq belki etməsin. Fil də ver, atla vur, topa hücum. hücum. Vuraq, deyən tələsmə, bir dənə də belə oynayım görüm nə arayacaq. Güya əsəbləşmişsən. Əsəbləşmişəm, başım xarab oldu. Amma fiqur verdi də. Hə, fiqur verdi. Bir dənə də belə. İndi nəyə gələcək? Vəzir gələcək. Müdafiə eləmə. Yaxşı, görək fiqurla necə. Yaxşı, bir dənə də oradan çıxa bilirik biz. Vəbşi ümumiyyətlə. Bas geçsin. Belə bir şey, tələsmə. Anı bas. Belə bəlkə piyadan. Basaq atı, o biri atı gəl. Topla vurasın, sonra o biri atı gələr. Çıxdı bağlamadan. Topu vuraq. Topun götürəcək ki, atını. Topu vursaq vəzirlə vuracaq ki, fiqur verməyəkdən, ha, düzdürmü? Bizim atımız orada qəşəkdir də bu dəqiqə. Nəyimizə görə? Topumuz orada qəşək, at orada qəşək durub da. Nəyə görə verək o atı ona? Düzdürmü? Şahı belə oynamaq bizim üçün deyən görmək. Biz vəzirimizi oyuna çıxartmalıyıq. Oyuna çıxarda bilmirik. Oyuna çıxarda bilmirik vəziri. Oyuna çıxarsaq biraz vəziyyətimiz düzələ bilər. Bunu vursa F4'ü basmaq istəyirəm. Fil imkan vermir. Bağlamaya salıb. Hə, bu oyunu Vəziri çək. Gəl bunu oynaya. Vəziri çək. Bunu vura. Elə. Belə də şah verib götürür eləmi onda. Vəziri çəkməli. Vəziri sağa ver. Sağa ver. Ya qaraya qoy. Hə, qoy. Yaxşı. Fili çəkək basaq F4. Bizim çıxış yolumuz yox deyib bənim. Birbaşa dumbazı. Nəsə bu piyadanı verdi, qoy götürək ona. Götürək bunu, filə də hücum eləyək də, düzdürmü? Filə də. Belə. Bax bunu vurdu. Əcəmdə hesablayaq. Dəli fason gedişdi. Bax bunu vurdu qaqa.
Vəziri vurur, sonra atı vurur. Bunu vurduq. O atı vurdu. Mən topu vurdum. Sonra belə bir şah vəzir gedir. O atı vurmalıdır da, çünki vilka var. Atı vurmasa vilka. Topla vur. Topla film var heç olmasa. Yoxsa atı Filip qaçmaq atı istəyir. qaçsaq da, atı qaçsaq vilka bizim bir dənə yolumuz var vilka eləmək. O da vilka eləmək üçün ancaq biz atdan istifadə eləməliyik. Başqa heç hardan nədənsə istifadə. İndi o fili çəkməlidir də. İndi bizim bir dənə yolumuz var ki, vilka üçün yəni belə bir vursaq. Şah. Bunu vurdu, bundan vurdu. Belə bir şah. Yaxşı. Atı vurmağı yaxşı deyil. Yəni gecə atına hücum eləyəcəm mən bunu. Qoy vursun. Nə olur ki biz şah veririk, tempimiz var. Tələsmə. Qoy atı çəksin, görək hala ata hərə çəkir. Atı qaça bilmirəm heç ara. İndi qaça bilərsən. Atı. İndi gəl o filinə hücum eləyək. Da qaç da atı, qaçmaq istəmirsən. Qatara qaçıb qaçmaq yeri yoxdur atı. Yaxşı. Bəlkə topla filmə hücum eləyəsən. Mən də onu deyirəm də, topla filinə hücum belə qoy cəhənnəm olsun, götürsün. Biz 2 dənə topla qoy görək piyadalarımızı çıxarda bildik mi vəzir? Qoy cəhənnəm olsun, vursun o atı. Məncə fili qaçacaq o. Fili ara qaça bilir ki, ümumiyyətlə qaça belə oynaya bilər. Onda da yenə belə oynayaram. Nəysə. O yaxşı oynadı bunu. Bir dənə belə. Bir dənə belə indi şah verib vəzirini götürə bilirik. Çaktırmadan şah verib fili var. Yox, çıx. Buradan uca çıx da. Heç nə qalmaz. Deyəcək mat sad eləmir ki bizə. Yox, mat hələ ki mat eləmir qaqa, bas getsin. Hələ ki mat eləmir. Mat eləmək üçün hələ ki ayna vardı. Matı nə verdim mənə? Deyəcək mən nə atı nə verdim ki orada? Atı oynamalıydım ki. Ay sən. Deyən. Matinho Banderas. Deyəcək. Atı bir dənə bağlamaya salaq görək nə edə bilirik. Mat zadı yoxdur ki burada. Hələ ki. At bağlamaya düşmür ha. Fil var. Mat var, mat. Ha? Mat yox deyə prosta. Dənləyəcək də yavaş-yavaş. Topu heç olmasa gəl piyadanın qabağına, o bu yuxarıdakı topu. F6-ya gəl, o bir piyadanı basasan. Qabağı biraz da. Bir dənə də atla vurur, at var orada. At var Tələs. Heç onu da görmürəm. Çox bu filinə hücum eləyək görək nə edir. O filinə hücum eləsə topu vuracaq, eləmi? Yaxşı. Nəsə mat istəyirsən. Şah verir də, elə mi? Neyse bu oyunu uzatmayaq.
nağardıq ay biz. Heç zat. Hayır vay. Allanma diye fikir verdin. Allanma diye allanırdı diye. Allada bilmədik. Allada bilmədik rəqibi. Hə. Belə oynasaq nə oynayır? Atı vuracaq, atla gəlib götürür. Atı gəl fili də Yox, deyirəm sizə sağdan bilən gedək görək nə edir bu. Sağdan bilən basaq keçsin də. Fil dəyişsək. Dəyişir. Fil dəyişir də. Sonra atı gələr. Atı gəldi bura. Düzdürmü? Bu birisində bura oynayacaq. Nə olur və bu deyən də ona. İmkan vermədi. İmkan vermədi, hərəkət eləyir. Nə olur? Mərfətin qanacağın olsun. İnsansan, insan balasısan. Sıraz bas deyə. Neyse bunu qoyduq bura. Sən də onu atın qov. Qovacam. Bu piyada ilə qovacam, tələsmə. Piyada ilə qovacam. Piyada ilə qovalayacam. Yox, qovmalı. Qov atın, qov. Qovsa xara gəlir. Bura gələnmir, yox. Gələcək bura. İndi. Papam belə gəlsən bura. Filini götürək bunun ortadan. Atı qoya bilər də. Atı qoy sonra. Ay sağ ol. Neyse bunu vursaq bu bundan vurur. Məncə atı vermə, qaç dala. Onu vura bilərsən sonra. Qoydaq hə, o heç. Mən indi gəlib belə basmaq istəyirəm. Görə alındıra bildim onu. Gəldik bunu bura. Belə oynamaq istəyir bu. Piyadalar basır bu yana ehtiyatlı uşaq. Çox da piyada olsa həddindən artıq çox da piyada yəni. Bas, Y5 bas geçsin. Y5 o heç Y5'in vaxtıdır. Sadəcə olaraq qabağa vurmayacaq da o qabağa gələcək. Başa düşsən nətər? O qabağa gələcək gəlməylə. Qabağa da gələ bilər ha. Qabağa da gələ bilər. Oha, gəlməli. Atla vuraq bunu. Piyada ilə vur məncə. Atla vuraq. Ha, atla. Niyə? Atı Piyada ilə vur ki o liniyanı açasan topu gələcək. Yox, bilsən onu nə ilə oynadım. İndi at oradan mərkəzdəki vəzir oynasa mərkəz piyadanı da götürə bilir indi. Prosta bunun bir şey var ki o gediş eləyəcək bəli. Bunu vur heç problem yoxdur. Bunu vurduq. Ha, vur film vur geçsin. Bunun filini vurduq. Filini vursaq piyada ilə vuracaq, topla vuracaq görəsən. Hə, indi bunu zəifləyib yavaş-yavaş özünü biruzə verir. Bir dənə at vuraq. Hə, özünün zəifliyini göstərir. Rəqib özünün zəifliyini göstərəcək. Bir dənə vəzir vura. Bir dənə D5 bas. Belə oynamaq olar əslində. Promo şah verə bilərsən. D5 bas. D5 bassam atla vurub vəzirə hücum eləyəcək. Mən şah verəcəm. Yoxsa piyadanı qabağa verə bilər də belə. Aha. Deyən, indi bir dənə şah. Şah ver. Piyadanı qabağa verəmir, at düşür. İndi hara gələcək şah maraqlıdır. Bura gəlsə vilka var. Heç vilka yox, mən
O, den. F basasan bəlkə. F bas, vursa atı götürürsən. Vurmasa da sən vurarsan. O, heç. Şahı var bunun hardansa? Hardansa şah zadı var mı? Yoxdur, atı qaçmalı. Atı qaçmasa düşəcək. Atı qaçmalı. Atı qaçanda da mən bunu vuraram. Mən bunu vurmuram. Bununla vururam. Çəkib şah verməyim var da, yəqin ki topu verəcək mənə. Yox, piyadanı vurarsan məncə. Hansını deyirsən? Bunu? Hə. Ola. Prosta orada temp bitirirəm də, ona görə vəzir köməyə gəlir. Köməyə gəlir də vəzirin, ona görə deyirəm. Köməyə gəlməsin deyən, çatdıra bilməsin, ona görə. Görürsən mi? Köməyə gəlir. İndi Vur getsin, vur o piyadanı. bunu vurdum, düzdürmü? Vəzirlə vurur. İndi mən belə vursam olmur. Gərək ikinci topu gələm, ikinci topu gələm. İkinci topu gəldim, şah verə bilmir də, düzdürmü? Atı düşdü bunun. Atı düşdü, hələ mənim arxadan şahım da var topla. Atı düşdü. Birinci topla şah verərik, görək vəziri hara qaçır. Çünki topla deyən görüm. Topla yenə atın istəyə bilərsən. Topla atını belə qoruya bilmir də. Atı qaçacaq da bu. Atı qaçsam o düzəcəkdir. Çünki bu var. Vurursan axsan. Piyadanı vururam da. İndi at orada piyadanı qoruyur axı, ona görə oynamaz məncə onu. Topu dəyişmək istəyir. Topu dəyişsə yenə düşəcək o piyadası. Atı düşəcək. Atı çətinə düşür. Çünki atla vursam açıb şah verməz. Temaları var, ona görə biraz. Məsələn, indi topu cütləyə də bilərəm mən. Erşit 5000 beğeni yaptı. Erşad sağ ol. Təcili. Sağ sol aper. Emin nə var, nə var Emin? Takip etti. Dünən buradaydın Emin. Dünən bəhəm bizən nə gündəydim. Canım. Hələ o gündə ola bizən nə qədər oyunu düzürdüm. Və fiqurları təsəvvür elə tullayırdım da, demək olar ki. Bu bunu vurdu ki, qaqa. Bunu gəldik bura. Bu sonradan topla şah vermək istəyə bilər mənə. Ona görə gəldi ona. Heç nə yoxdur orada. Nə şah verir? Məsələn, bunu vurub topla buradan şah verəcək. İndi bax. Atın vurursan. Atı vurduq, qulaq assan mı? Atı vurandan sonra. Bu istəyirdi buradan şah versin, amma o geçdi. İndi mən bunu vura bilirəm və açıb. Bu nə gəlir? Vur da nə olacaq ki? Topu götürür, sonra sən orada şah. Sonra şahım var da mənim burada. Mat vəziyyəti yaranır burada. Amma vəziri qoyacaq qabağına da. Vəziri qabağına. Nə olsa atla qalırsan da. Və hələ atla qalıram, hə. Şah da Sən atla piyadanı vur. Sonra mat istə. Tempinə düşməyək də bunu, bildin nədir? İstəmirəm tempə düşüm. Bir dənə belə bir şah verin. Belə bir şah verin. Bura gəlsə çətin olur vəziyyəti. Yəqin ki, bura gəlsə atla şahım var. Atla şahım var. Aha, bir dənə belə bir şah. Gəlir bura. Orada gəlsə piyadanı vura bilərsən vəzindən. Qorxma. Yox, bəlkə belə oynayaq. Vəzirin qabağını da kəsə bilərsən atla. Atla vəzirin qabağını kəs, mat istə. Bəlkə şah verib atı götürək, vəziri götürək, sonra oyunu oynayaq da. Necə istəyirsən. Rahat oynamaq istəyirsən. Rahat oynayaq da, rahat. Niyə rahat oynayırıq ki? Hal-hazırda atımız var da bizim, düzdürmü? Nəysə, belə oynayaq. Atı ilə yer oynayaq, düşməsin də, düzdürmü? Piyadanı istə. Tələsmə. Oralar hələ var. Hələ var, tələsmə.
Bu şahımızla oynayaq. Vaxta var 5 dəqiqəmiz var. Neyse gəldik bura. O səhv elədi onu qabağa verməkdir. Bir dənə belə bir şey. Mat oldu. Sağa keçsə matdır. H4'e keçsə matdır. Yox, matdı. H4'e keçsə mat idi də atla. H4'e keçsəydi atla mat idi. Bildin bax? H4'e keçsəydi atla mat idi. Geri qaça bilmirdi. Düz. Yaxşı girmədi ora. İndi burada çox çubank vəziyyətləri yarana bilər, amma mənim boş gedişim var da. İndi nə edəcəyik burada? Mən piyadanın birini verib, bunu qabağa gedəcəm, bu məlum məsələdir. Kim 87 nömrə nədir qadın? Kim futboldur? Hansı futboldur ki? Kim oynayır? PSG ilə kim oynayır? Nəmər yazdın çıxdın. At 7-4. At 7-4 olar. Niyə olmur ki? Dəqiqə olar. Xod rəqibindir. Bu ya rəqib nə oynadı ki? Bir bura oynayır. Yaxşı. Deməli belə. Bunu da basaq. Görək rəqib nə olur. Kucvanga salaq da rəqibi. Boş gedişlərimiz var. Məsəl üçün bunu vurmaq olar və yaxud da qabağa getmək olar. Sonra atla şah verib piyadanı götürmək olar. Amma yox, vuraq. Deməli şah versək, şahı oynayacaq qaraya. Biz piyadanı götürəcəyik. Sonra lazım olsa məsəl üçün belə oynayacaq. İndi mən bunu oynayacağam belə. O piyadanın qabağa gələ bilmir də. Piyadanın qabağa getsə nə olur? Yox, gələ bilmir. Vurursan da nə olur? Yox, belə oynaya bilər də. İndi ona görə deyirəm. Şahı qaytar yavaş dağılır. Sonra İndi o bir onu piyada vursa, mən bu piyadanı vuracağam. Çubank vəziyyətidir indi. Belə oynaya bilmir, belə oynayacaq. Və mən bu piyadanı qabağa gedəcəm. Bunu da vura bilmir. Çünki bunu vursam mən bunu vururam. Sonra atla bu piyadanı vururam. Ay sağ ol. Gedək də piyadanı qabağa gedək. O deməli qabağa gəlmək istəyir piyadanı. Hə, biz getdik qabağa. Biz basaq keçsin. Nəysə, getdik. Bir dənə belə bir şey mat oldu. Mata bax. Sən mata bax. Matın gözəl. Gör nə gözəl mat oldu. Mənim ağlıma gəlmirdi burada mat oldu. Nə gözəl mat oldu. Düz ortada. Şəklini çəkdi ortada şahın. Gör nə qəşəng görsənir şah. Bu günləri deməli yayından qabaq 2 dənə oyun oynadım. Portuqaliya gambiti, bir də şah gambiti də, nə? Nəysə ikisində də qrupa göndərmişdim. Deməli vəzirdən şah vermək istirdim. Əlimdən belə bir mışqa sürüşdü. Getdi Y7-dən şaha düşdü. Dedim qaytarmaq geri verdim. Yazdım ki, yəni mışqa sürüşüb də əlimdən sən geri qaytar. O da ha yazdı və o da ha yazdı. Dedim heç nə. Nəysə oyun fırladım. Elə bir vəziyyət qurdum ki, bu şah ortadaydı da, qabağı açıq idi. Nəysə bunu mat elədim, ha verdim. Nəysə üstündən sonra bundan qabaq sonra da birindən oynadım. Deməli ona da vəziri elə bil çaşdım qoydum. Nəysə atla fırladım, şah verib vəzirini götürmək momenti yaranmışdı. Atla amma götürmədim vəzirini. Fikirləşdim ki, görüm mat eləyə bilərəmmi? Baxdın o oyuna. Deməli atla mat eləmək vəziyyəti gəl bura. Orada atla vəzirini götürə bilirdim. Götürmədim. Dedim mən bunu mat eləyəcəm. Getdim atla mat elədim. Özdə bomba da bir dənə mat alındı. Bizi də gözdə görüm hardadır da onu göstərəcəm sonra. Bir dənə bomba bu oyun bax.
burada. Bu da mənə güldü. Bu vəziri burada verdim. Elə bir qoydum vəziri bura. Bu götürdü bunu. Sonra güldü mənə. Mən də atı qoydum ora ki, gəlim bura. Bunu vurum şah verim vəzirini götürüm. Yəni bildin nətər? Bu da topu gəldi bura ki, qorusun buranı. Mən də atı gəldim bura, artıq bunu vurub şah verib vəzirini götürmək istəyirəm. Fili gəldi ora mat yaratmaq istəyirdi. İndi buradan mat istəyir. Mən də topu qabağa oynadım. Fili geri çəkdim. Mən də topları cütləşdirdim. Piyadanı götürdü. Mən də bunu verdim qabağa. Bunu vursaydı yenə atla şah verib vəzirini götürürdüm. Başa düşdün nətər? Bu piyadanı rəqib vəzirlə götürsəydi, atla şah verib vəzirini götürürdüm. Nəsə götürmədik, qabağa gəldi. Mən də bastım piyadanın qabağa ki, nə olar. Burada nə qabağa verdim? Atla şah verəndə və ya vəzir buradaydı, atı götürə bilmirdi. Başa düşsən, artıq atı piyada qoruyurdu axı. Nəsə bu da atıma hücum elədi. Məndə də şah momenti, yəni o artıq vəziri düşdü bunu. Şah verdim, vəzir qaçdı. İndi burada mən bunun fiqurunu götürə bilərəm. Amma sonra fikirləşdim ki, mən bunun fiqurunu götürsəm, bu iki top bir fillə, bu piyada da çoxdur, udacaq məni. Mən də nə elədim? Topla piyadanı vurdum. Dedim mən bəlkə nəsə al. Dedim onsuz da bu vəzirini qaçacaqdı. Bu çünki şey adamdır, bildin? Ha eləyirsə də bu vəziri verməz, ömür boyu verməz. Həm də bu epizodda bu dəqiqə mən atla vəzir götürsəm, bu da topla götürür, mən də topla götürürəm. Bərabərlik olur. Artıq buradan matı görürəm. Nəysə bu da vəzirini qaçdı. Buradan da topla şah verdim, gəldi götürdü. Bir də şah verdim, girdi bura, buradan da mat oldu. Bundan qabaqçı oyun nətər, buradan qabaqçı oyun nətər oldu. Gəl onu da görsədim. O da vəbşi konsert matı idi. Buydu mə? Bu. Deməli burada şah gambiti oynamışam. Nəysə atı gəldi bura, atı qurban verdim. Çünki burada atı qurban verən rəqib götürəndə vəzirlə buradan F7-dən matdır da, düzdürmü? Yəni heç nə eləyə bilmir. Nəysə bunu götürdü, indi buradan vermək əvəzinə əlim sürüşdü, buradan verdim. Nə bildin nətər? Yəni buradan versəm matdır bu. Buradan verdim, bu da rəqib vəzirlə götürdü. Atı gəldim vəzirə hücum elədim. Buradan şahım var da həm də. Rəqib gəldi ora, bir dənə atla şah verdim. Şahı gəldi bura. İndi topu belə gəlmək istəyirəm, bir də belə çəkmək istəyirəm ki, bunun qaçacaq yeri bir dənə buradır da. Atla çəkim vəzirinə hücum eləyim, mat olsun. Topu qabağa gəldim ki, buradan şah verə bilim. Rəqib də atını gəlib, yatıb da at. Mən də topu gəldim. Ucu tempi itirib. Buradan şah versəydim birinci. Bu qaçırdı, bildin nətər? Bu qaçırdı. Bax buradan birinci şah versəydim qaçırdı. Düzdür, vəziri düşürdü amma qaçırdı. Mən də topu gəldim ki, elə buradan şah verən kimi, şah bura girən kimi elə at açım şah verim, vəzirini bir yolluq götürüm də, bildin nətər? Elə o açım şah verim. Fili gəldi, burada ucu mən şah verdim. Şah verəndə gəldi bura, ucu atı açıb şah verib vəzirini müftə götürürəm, bildin nətər? Bayağıma fiqur verirdim, başa düşdüm, fil vururdu. Burada açdım şah verdim, gəldi bura, buradan da mat oldu. Dədən. Burada da böyle də yazmışam. O ma elə bir başdan o ma gülübdü. Axırda da mən döbənin yox gedim. Maraqlı oyunlar oldu.